Duam qəbul olmadı, Allah bilmədi. Bunun qəbullanmış kimi də demirdi. Bunu sanki belə bir Etiraz kimi, etiraz etiraz kimi. kimi Yəni də deyil. insan özünə qayıdır da. Baxın, biz ümumiyyətlə bu məfhumu anlamaq üçün biraz dərindən baxmaq lazımdır. Biz bəzən bir şeylər istəyə bilərik ki, o bizim əksimizə olsun. İnsan sadəcə məhdud şəkildə baxdığına görə bu qənaətə gəlir. İnsan məhdud baxmamalıdır. Ümumiyyətlə, həyat məhdud deyil. Biz hətta ölümdə məhdudiyyəti bilirik. Düşünürük ki, insan ölənə qədər bu qədərdir də, yəni yaşam tərzi. Və ondan sonra vəssalam, həyat dayandı. Amma əgərləri Fəcr surəsinə baxsaq, orada lihayəti buyurur Allah. Həyatınız üçün nələri hazırlamısınız? Biz həyat dedikdə buranı nəzərdə tuturuq, amma əslində həyat oradadır. Ölməmiş dirilməkdir. Bəli. Və biz onları dirildəcəyik, Yasin surəsində buyurulur ki, və yazacağıq, onlar üçün yazacağıq və nəqdubu aleyk. Onlar üçün yazılacaqdır. Nə yazılacaqdır? O etdikləri qəddəmtu əsərahum, onların qədəmləri, qədəm götürüb nə işlər görüblərsə, orada deyilmir xüsusi olaraq bu ibadət növləri. Hər nə etmisən, hər nəyə qədəm götürmüsən və əsərahum və əsərləri, nə əsər yarada bildin? Məsələn, Əsər deyəndə. Aha. Məsələn, bu 50 il yaşadın, nə elədin, nə əsər buraxdın, hansı gözəlliyi yarada bildin ki, ondan da insanlar istifadə edə bilir. Bu çox önəmlidir. Biz özümüz öz həyatımızı məhdudlaşdırırıq. Əslində çox genişdir və çox da maraqlı bir həyatdır. İnsan onu belə deyək də, özünün zehnində onu məhdudlaşdırması. Həyatda o qədər görülməli işlər var və ondan ləzzət almaq olar. Amma əsası odur ki, yenə də dediyimiz kimi qürbət qəsdi ilə. Əgərləri bir işin başında qürbətən ilə Allah yoxdursa, o işin belə deyək də naqis olacaq. O tam ixlaslı olmayacaq. Və o xanım və onun kimi düşünən xanımlar, onlar istəklərini bura məhdudlaşdırıblar. Çünki buranı ancaq görürlər. Amma Quran-ı Şərifin dediyi o əsl həyatdan ya bixəbərlər, ya da maraqlı deyil onlar üçün. Biz burayla məhdudlaşmalı deyilik. Və bunun bir çalarını da belə deyək ki, ola bilsin ki, sizin istədiyiniz bir şey əslində qəbul olubdur, siz fərqində deyilsiniz. Əslində bizim istədiklərimiz hamısı qəbul olubdur. Nəyə görə qəbul olubdur? Çünki artıq sən Allahla söhbətə başlamısan. Söhbətə başlamısansa, deməli o səni eşidir. Və hər zaman eşidir. Amma sən onunla söhbətə başlamısansa, o bu izini verib sənə. Ki, sən onun adını ağzına ala bilirsən, onunla söhbət eləyə bilirsən, onu çağıra bilirsən. Bu çox böyük bir şeydir. Yəni, bunun ən azı, məsələn, duaya başlayanda insan bunun fərqində ola ki, Allah mənə gör nə qədər böyük bir məqam verib. Mən onunla söhbət eləmək məqamına nail olmuşam. Məsələn, bir böyük bir, deyək də, hər hansı bir yerin bir rəhbəri ilə görüşmək üçün nə qədər hazırlıq görürsən, nə bilim, istəyir geyimində, istəyir danışıq tərzində, istəyir və s. bu cür. Hə, indi fikirləş ki, Allah ilə olan söhbətində nə qədər hazırlıq görmüsən və ona nail olmağın özü. Bəzən görürsən ki, məsələn, o rəhbərlə görüşmək belə sənin üçün özü nəsədir də, deyirsən ki, mən onu ilə görüşdüm. Adi deyəm, yanında şəkil çəkdim, özün üçün böyük bir şey hesab eləyirsən. Bəs Allahla söhbətini nə qədər dəyərləndirirsən? Ancaq elə o istədiyin ölçü, yəni nə qədər, Allah sənin üçün bu qədərmi azdır? Hər hansı bir belə deyək də, dünyada nə qədər maksimum nə istəyə bilərsən, nə bilim, ev, maşın, vəzifə və s. və ilaxır. Bu qədərmi Allahı məhdud gördün? Çox kiçik gördüm. Yəni əslində problem bizim özümüzdədir. Biz özümüzdə olan məhdudiyyət, biz özümüzü məhdudiyyətlərə salmışıq və bunu bağlayırıq İslama, dinə, Allaha. Halbuki bizim gözümüz onu görməyə hazır deyil.